Salam dəyərli şagirdlər. Bugün dəyər nəşrlərinin sınaq imtahanı keçirilmişdi. Hal-hazırda 2-ci sinif Azərbaycan dil suallarını izah edəcəm. Videoya keçməmişdən öncə kanala abunə olmağınızı və videonu bəyənməyinizi xahiş edirəm. İndi isə başlayaq. Demək belə. Yəqin ki, şagirdlərimiz mətni diqqətlə oxuyub. Birinci mətndə Baba və Gülər, yəni adlı bir mətn idi. Burada yazıb nöqtənin yerinə hansı söz yazılsa, şəkildəki göstərilən emosiyanı bildirər. Burada diqqət eləsək qorxmaq var idi. Yəni Gülər qorxmuşdu. 2. Baba nə istəyirdi? Gülər arılar haqqında məlumatı özü öyrənsin. Orada demişdi ki, qalanını, yəni belə deyim də, sən öyrənərsən. Sabah öyrəndiklərini mənə danışarsan. 2-də C. 3-də arılar haqqında məlumatlardan hansı mətndə də verilmişdi? Baxaq. Deməli, arılar çiçəklərdən topladıqları şirədən bal hazırlayırlar. Diqqət eləsəz, burada yazmışdı ki, arılar çox faydalıdır, babası danışır. Onlar çiçəklərdən şirə toplayıb onu bala çevirirlər. Aha, deməli, 3-də A. 4-də hansı sualın cavabı mətndə yoxdur? Burada baba və Gülər harada oturmuşdular? Diqqətlə baxaq. Yazıb ki, Gülər babası ilə oturmuşdu, amma harada oturduğu yoxdur. Sonra gələk o biri suala, yəni 4-də A oldu. 5-də hansı fikir səhvdir? Arı Gülərə hücum çəkib sancır. Yəni, belə bir şey yox idi. Məsələn, gəlin baxaq. Arı onlara tərəf gəlib, amma sancmağı ilə bağlı bir məlumat yox idi. 5-ci sualda 5-i dedik daha doğrusu. 5-də C oldu. 6. Nöqtələr yerinə hansı peşə uyğun gəlir? Diqqətlə baxsaq, burada dərs deməkdən söhbət gedirsə, bu müəllim olacaq. 7-də doğru yazılıb, səhv yazılıb, amma səhv fikri soruşur. Sait, bu Y tələffüzdə artırılır. Yazılışı səhvdir. Yazılışı sait olmalıydı. 7-də C. 8-də hansı cümlədə müraciət bildirən söz işlənmişdir? Bu kəndin adı nədir? Uşaqlar. Uşaqlara müraciət var. 8-də A. 9-da bəzən kiçik, bəzən böyük hərflə yazıla bilər. Vəfa. Biri var vəfa, etibar, sədaqət mənasında. Bir də var adam adı. 8-də C. Daha doğrusu 9-da C. 8A, 9C. 10-da işıq sözünə L şəkilçisi artırsaq, işıqlı, məsəl üçün otaq, necə otaq, əlamət bildirən söz olar. Yəni sifət. 10-da B. 11-də hansı cümlə ilə fikri davam etdirmək olar? Yaz gəlmişdi, hər tərəfdə güllər, çiçəklər görünürdü. İndi davam etdirmək olmaz dediyinə görə bunun əksi olan bir şey götürməliyik. Ətrafda bircə dənə də bitki yox idi. Əgər gül varsa necə bitki olmaya bilər? 11-də A. 12-də nöqtələr yerinə hansı söz uyğun gəlir? Onlar xeyli yol getdilər və dalğanın səsini eşitdilər. Deməli, bunlar dənizə gediblər. Daha doğrusu dənizə çatmaqlarına az qalıb. 12-də B. 13-də nümunədə nədən danışılır? Çayın sahilindədir Saragilin evləri, su daşıyır güllərə, yorulmayır əlləri. Saranın çaydan güllər üçün su daşımasına söhbət gedir. 13-də B. 14-də dünən olubsa, artıq keçmişdə olacaq. Dünən yağış yağdı. 14-də A. 15-də nümunəyə görə hansı fikir səhvdir? Burada yazıb ki, çəkic də mıx vuranda lazım deyil tələsmək. C-də yazıb ki, çəkic mıxları çıxarmaq üçün istifadə olunur. Yox, mıx vurmaq üçün. 15-də C. Yəni, yanlışı soruşurdu. Belə sürətli bir şəkildə videonun izahını verdi. İnşallah ki, faydalı olmuşdur.